Herkese salamlayıram. Kanalıma xoş gəldiniz. Bugün sizlərlə çox gözəl bir gül modelinin toxunuş qaydasını bölüşəcəm. Bunun üçün normal, orta qalınlıqlı ipdən istifadə edəcəm və 3 nömrəli milçədən istifadə edəcəm. Gülü toxumağa sehirli halqa ilə başlayırıq. Sehirli halqamızı atırıq öncə. Sehirli halqanın içərisinə 12 ədəd sıx iynə toxuyuruq. Toplamda 12 ədəd sıx iynə. On 12 ədəd sıx iynəmi toxudum və ilk toxuduğum sıx iynənin başına bataraq birləşdirirəm. Və arxadakı ipi möhkəmcə dartaraq sıxıram. 4 zəncir çəkirəm. Milçəmin başına 1-2 dəfə dolayıram və eyni yerə batıb bir üçlü trabzan toxuyuram. 1, 2 və 3. 3 dəfədə çıxdığım üçlü trabzan toxudum. Araya zəncir çəkirəm 4 ədəd. 2, 3 və 4. 4 ədəd zəncir çəkdikdən sonra yenə milçəmin başını 2 dəfə dolayıram. 1 zənciri buraxıram. Bir sıx iynə başını buraxıb digərinə batıram. Yenə bir üçlü trabzan toxuyuram. 2 dəfə dolayıram. Yenə eyni yerə bir üçlü trabzan toxuyuram. Yenə 4 zəncir çəkirəm. 2 dəfə dolayıram. Bir sıx iynənin başını buraxıb digərinə batıb bir üçlü trabzan toxuyuram. 1, 2, 3 dəfədə çıxdığım üçlü trabzan toxudum. Yenə 2 dəfə dolayıram və eyni yerə yenə bir üçlü trabzan toxuyuram. Bu formada sıra sonuna qədər davam edirik. Sıranın sonuna çatdım və yenə arada 4 zəncir çəkirəm. 1, 2, 3 və 4. 4 zənciri çəkdikdən sonra burada sayaraq 4-cü zəncirin başına batıb birləşdirirəm. 1, 2, 3 və 4. Batıram və birləşdirirəm. Belə bu formada halqa alındı. Bir zəncir çəkirəm. Bu hissəyə 8 dəfə dolayıb bataraq trabzanlar toxuyuram. Bu formada batdım. Birini çıxdım, biri qaldı milçəmin üzərində. Yenə başına doladım. Bu forma ilə belə davam edirik 8 ədəd olana qədər. Gördüyünüz kimi yalnız bu qanada yığıram. Milçəmi başına doladım, batdım, ipimi alıb çıxdım və
7 və 8. Toplamda 8 ədəd olmalıdır. 2, 4, 6 və 8. İndi isə ilk olanı tək çıxıram. Qalanların hər birini cüt-cüt çıxacaq. Və ləçəyimizin, gülümüzün bir ləçəyi hazırdır. Burada 2 zəncir çəkirəm. Bu araya bataraq bir sıx iynə toxuyuram. Və yenə milçəmin başına dolayıram. İndi digər qanadını dolduracağım. Səkkiz dəfə hər tərəfinə 8 dəfə dolayıram. Yəni milçəmin üzərinə yığıram. Və yenə burada da birincini tək götürürəm. Digərlərinin hər birini 2-2 çıxardıram. Gördüyünüz kimi sıra sonuna qədər bu cür ləçəklər toxuyacaq. Burada bir zəncir çəkəcəm və arxada bu hissəyə, gördüyünüz kimi arxadakı ilk çəkdiyim 2 zəncirə sürüşdürmə üsulu ilə bunu möhkəmlətəcəm ki, gülümün bu hissəsi bu formada qalsın. Və bu araya 4 ədəd sıx iynə toxuyacağım. 1, 2, 3 və 4. Bu araya batıram. Bir sıx iynə toxuyuram. Və yenə bu hissəyə, bu qanadına 8 dəfə dolub sonra birlikdə çıxacağım. Gördüyünüz kimi 2 doladım bu qanada. Bir dəfə də yürüyürük və oldu 8. İndi isə birincini tək, qalanları cüt olmaqla çıxardırım. Bir ləçəyi toxuduqdan sonra araya hər dəfə 4 sıx iynə toxuyacaqsınız və bu qayda ilə sıra sonuna qədər davam edəcəksiniz. Baxın, burada yenə 2 zəncir çəkirəm və bu araya bir sıx iynə toxuyuram. Və yenə bu tərəfə də eyni burada olduğu kimi ləçəyin tamamını getirirəm.
Mən artıq gülümü bitirdim. Gördüyünüz kimi. Çox gözəl alındı. Və gülünüzün üzərinə belə muncuq da istifadə edə bilərsiniz. Hələlik sağ olun.